Sözdələn, sözdən səs gəlir. Sözdələnən layihənin veb saytından və Coffeeal platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm. Sözdələndə Üzeyir Hacıbəyovun Ramazanda ibadət satirik hekayəsini sənə danışıram. Hekayədə papiros çəkən bir nəfərin Ramazanda gündəlik həyat tərzi təsvir edilib. Hekayənin mətni Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından əldə edilib. Azana bir 5 dəqiqə qalmış, harda olsam qayıdıram evə. Və ev adamlarını xəbərdar edirəm ki, mənim səmtimə dolanmasınlar. Çünki at arabasının vaxtı yetişəndə şıllaqçıl olan kimi, mənim də papirosumun vaxtı yetişir, nervinli oluram. Bədazon uşaqlara deyirəm ki, mənim papiros qabımı yanıma gətirsinlər. Orucluq günləri papiros qabını cibimdə saxlamıram. Çünki bir kərə yadımdan çıxıb, qəflətən papiros çəkmişəm və bir kərə özümü bilməzliyə vurub qəsdən çəkmişəm. Ona görə göz görməsə könül sevməz məsəlinə müvafiq papiros qabını evdə qoyuram. Qərəz, papiros qabını alıb kəmali dəstgahla bir dənə papiros hazırlayıram və ispiskəni də əldə hazır tutub müntəzir oluram azana. Uşaqlara tapşırıram ki, səs-küy salmasınlar, yoxsa azanı eşitmərəm. Bəli, papiros ağzımda, ispiskənin çöpü sağ əlimdə və qutusu sol əlimdə. Gözlərimi dirəmişəm məscidimizin minarəsinə. Bir də baxıram ki, müəzzin minarədə nümayan oldu. Hə, gözünə dönüm, deyib intizar çəkirəm. İspiskənin çöpünü dirəmişəm qutusunun qarasına. Elə Allahu Əkbər deyən kimi ispiskə alışır. Hə, demisən papirosa bir qullab. Tütün beynimin hər yerini dolanıb, burnumun iki deşiyindən üzü aşağı fantan eləyir. Keyf vurur başıma, gözlər qaralır, əl-ayağım titrəyir. Papirosumu qurtarıb gəlirəm süfrənin başına. Papiros iştahımı küsürübdür, çox yeyə bilmirəm. Əvvəlcə orucumu 2 dənə xurma ilə açıram. Papiros heç. Ondan sonra 2 stəkan salıma çayı pendir çörəklə yeyib, ərkək ətin kebabını tənavül edirəm. 3 şişdən artıq yeməyib, özümü saxlayıram düşbərəyə. Ancaq düşbərədən qabaq dolma var. Dolmadan yeyə bilmirəm, çünki ətri burnumu qıdıqlayır. Bir boş qab dolma kifayət edir. Ondan sonra yağla baldan bir yaxmac qayırıb, yeyə əmr edirəm ki, düşbərəni gətirsinlər. Düşbərə gəlib meydana qoyulunca, qaysı qovurmasından bir 5 tikə alıram, sonra düşürəm düşbərənin üstünə. Amma heyif ki, papiros iştahımı pozubdur. Düşbərə kimi ləzzətli şeydən 5 boş qabdan artıq yeyə bilmirəm. Süfrə yığışılmaqdan qabaq bir qədər də meyvəcat yeyilir. Bunların üstündən bir stəkan tünd çay içib, bir saz papirosla iftar qurtarır. İndi gərək namaz qılam. Amma digər ki, belə tənbəlləşmişəm ki, heç yerimdən tərpənmək istəmirəm. Biraz fikirləşirəm. Bir də papiros çəkirəm. Amma yenə də namaz dərdi alıb canımı. Qılmasam da olmaz. Çünki Axundun özündən eşitmişəm ki, orucluq günü oruç tutub namaz qılmayan şəxs bənzər bir eşşəyə ki, tövləyə salıb ələf və su saxlayırsan. Eşşək olmaq istəməyib ayağa qalxıram. Dəstəmaz alıb namaza başlayıram. Namaz qurtarandan sonra elə bil ki, bir qaya üstümdən götürülür. İndi gərək bir qədər Ramazan duası oxunsun. Sözün doğrusu çox ağırlaşmışam və yuxu da gözümdən tökülür. Olmur. Yatıram. O başdan açılır, azan çəkilir. Yuxudan ayılıb o başdan eləyirəm. Cücəli xörəkdən bir nimçə o ki var yeyib, üstündən də 5 stəkan çay içirəm ki, səhər susamayım. Ondan papiros çəkə-çəkə yatıram və ayılıb durub sübh namazının qəzasını qılıram. Əhvalıma baxıb görürəm ki, heç alış-veriş eləyə bilməyəcəm. Yuxum gəlir, yatıram. Azana bir qədər qalmış durub şəhərə çıxıram. O qədər dolanıram ki, 5 dəqiqə qalmış olur. O halda evə qayıdıb, fövqdə zikr etdiyim qərar üzrə ibadətə məşğul oluram. Allah əcr versin. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma.
Sözlələni həmçinin podkast platformalarında da dinləmək imkanım var. Sözlələnə layihənin veb saytından və Coffee.al platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.